insanlar həqiqi alimlərdən qoyun qurtdan qaçdığı kimi qaçacaqlar. Bir zaman gələcək, insanlar həqiqi alimlərdən qoyun qurtdan qaçdığı kimi qaçacaqlar. Həqiqi alimləri özlərinin qatili kimi hesab edəcəklər, düşmən kimi hesab edəcəklər. Onlardan sürətlə uzaqlaşacaqlar. Buyurur, bu zaman o cəmiyyəti üç bəla bürüyər. Allah buna görə, bu əməllərinə görə o ümmətə üç bəla nazil edər. Birincisi budur, bərəkəti çəkər. O cəmiyyət ki, həqiqi alimlərdən uzaqlaşar və saxtakarlar meydanlarda olar. Buyurur, o cəmiyyət ki, həqiqi alimlərindən uzaqlaşır, birinci Allah onlardan bərəkətini çəkər. Çox çalışarlar, çox qazanarlar, amma o buz satan kişi kimi əriyib gedər, əllərində bir şey qalmaz. Buz necə ki əriyir, yoxa çıxır. Çoxluğa aldanarlar, amma o çoxluğun bərəkəti olmaz, faydası olmaz. Buyurur, ikinci budur, zalim hakimlər onlara sultanlıq eləyərlər. Elə ki, cəmiyyət həqiqi alimlərdən uzaqlaşar, zalim hakimlər onlara sultanlıq eləyər. Üçüncüsü də buyurur, öləndə imansız ölərlər. Həqiqət bu cürdür. İnsan ki, bir şeyin həqiqisindən uzaqlaşdı, saxtasına meyl elədi, o insanda iman qalmaz. Öləndə də imansız ölər. O cəmiyyət ki, Peyğəmbərdən sonra Həzrət Əlini Ənə Mədinətul İlim və Əliyyun Babuhə, mən elmin şəhəriyəm və Əli də o şəhərin darvazasıdır, qapısıdır, Peyğəmbər əleyhissalam buyurur. Bir cəmiyyət ki, Peyğəmbərdən sonra Əli kimi bu dinin həqiqi höccətin, həqiqi alimin, həqiqi rəhbərin tanımadı, ondan üz çevirdi. Bir cəmiyyət ki, İmam Hüseyin kimi həqiqi öndərin tanımadı, üz çevirdi. Bir cəmiyyət ki, İmam Həsən kimi rəhbərin tanımadı, üz çevirdi. O cəmiyyət əlbəttə bəlalara mübtəla olacaq. O cəmiyyətdən bərəkət də çəkiləcək. O cəmiyyətə zalim hakimlər də o cəmiyyətə qəzavət eləyəcək, qərarlar verəcək, idarə eləyəcək. Çox maraqlıdır ya, çox maraqlıdır. Onları ancaq deyir ki, onlar idarə eləyər, onlar yönəldər. Bu günümüzdə də bu cürdür. Bəzən görürsən, dini bir məsələdir, başı çıxmayan adam təyin edir. Filan kəs filan şey görsün. Dinə aidiyyəti olmayan, uzaqdan yaxından heç bir aidiyyəti olmayan adam dində alim seçir. Nə qədər gülməlidir məsələ. Elmdən xəbəri olmayan adam Quran təfsir edir. Halbuki Quranın bir kəlməsinin mənasını belə bilmir. Ərəb qrammatikasından, ərəb zəmirlərindən xəbəri olmayan adam görürsən dində vacibat yerinə yetirir. Nəyin hesabınadır? Cəmiyyət ki, öz həqiqi elm əhlindən, alimlərindən uzaqlaşır və nəhayətdə bu cəmiyyət elə öləndə imansız ölər. Onlardan bərəkət çəkilər. Onlara işbazlar, zalimlar, yalancılar onları yönəldər. Allah bizləri bu bəlalardan qorusun inşallah.